Bismillah, elhamdülillah, ve salatu ve selamu ala Resulillah ve ala alihi ve sahbihi ve menvalah. Amma ba'd. Və fiqh kitabında Əl-Vəciz və onun şərhi ilə təbii ki, fiqh-i sünnə cənazə babına davam edirik. Qardaşımız Ayxan olsun. Fələtəfəddəl məşkura mə'cura. Bismillah, elhamdülillah, vəhdəh, və salatu və selamu alə mən nəbiyyə bə'də. Ər tək başına arvadının dəfnini icra edə bilər. Ayşə radiyallahu anhə deyir ki, mənim növbəm başlayan gün Peyğəmbər sallallahu aleyhi və səlləm evimə daxil oldu və mən ay başım deyərək sızıldandım. Peyğəmbər sallallahu aleyhi və səlləm isə buyurdu, istərdim ki, o gün mən sağ olum, səni hazırlayım və bastırım. Hədis səhihdir, Əhməd və buna oxşar rəvayət həmçinin Buxarıda, Müslimdə də var. Lakin bir şərtlə ki, əgər arvadı vəfat edən gecə başqa qadınla yaxınlıq etməməlidir. Əgər yaxınlıq edərsə, onun öz arvadını bastırması icazəli deyil. Yəni, burada dinləyicimiz düzgün başa düşsün. İnsanın 2 arvadı var və ya 3 və ya 4 arvadı var. Yəni, həmin gün bastıran kişi, istərsə əri olsun, istərsə başqa kişi, kimsə bastıracaq qadını, əlaqədə olmuş gecəsi olmasın. Yəni, burada müəllifin dediyi başqa qadınla, yəni başqa yoldaşı ilə, həyat yoldaşının başqası. Yəni, əlaqə gecələrində bastırmağı qadını kişiyə icazə vermir şəriət. Bu halda başqası, hətta yad bir insan belə bu işi etməyə haqlıdır, daha haqlıdır. Bəli. Ənəs radiyallahu anhu deyir ki, biz Peyğəmbərin sallallahu aleyhi və səlləm qızının dəfninin şahidi olduq. Peyğəmbər sallallahu aleyhi və səlləm qəbrin başında oturmuşdu. Mən onun gözlərindən yaş axdığını gördüm. O buyurdu, aranızda bu gecə yoldaşı ilə yaxınlıq etməyən varmı? Əbu Talhə, ey Allahın elçisi, mən, deyərək cavab verdi. Peyğəmbər sallallahu aleyhi və səlləm ona qəbrə en dedi və o da qəbrə indi. Hədis səhihdir, Əl-Cənayət səhifə 150, həmçinin Əbu Davud. Sünnəyə əsasən meyti qəbrin ayaq tərəfindən daxil etmək lazımdır. Yəni, qəbrin ayaq tərəfindən, hə? Meyti qəbrə daxil edərkən, meyti qəbrin ayaq tərəfindən başlayırlar, idxal etmək sünnət budur. Əbu İshaq deyir ki, Haris vəsiyyət etdi ki, onun üçün cənazə namazını Abdullah ibn Yezid qılsın. O da cənazə namazını qıldı və meyti qəbrin ayaq tərəfindən qəbrə idxal etdi və dedi, bu sünnədəndir. Hədis səhihdir, rəvayət səhihdir, Əl-Cənayət səhifə 119, həmçinin Buxari. Meyit sağ tərəfi üzərində üzü qibləyə uzadılır. Onun başı və ayaqları qiblənin sağ və sol tərəflərinə düşür. Bu, Peyğəmbərin sallallahu aleyhi və səlləm vaxtından bu günə qədər müsəlmanların adətlərindəndir. Meyiti ləhdə qoyan bu sözləri deyir. Bismillah və alə sünnəti Rasulillah və yaxud və alə milləti Rasulillah. O ki, qaldı və yaxud hər iki rivayət gəlib ona görə. İbn Ömər radiyallahu anhümə deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm meyti qəbrə qoyanda belə deyərdi, Bismillah və alə sünnəti Rasulillah. Bu da növbəti rivayət, həmçinin alə milləti Rasulillah rivayətə də gəlib. Və qəbrə qoyan bunlardan birini deyir. Demək, bu hədis səhihdir, Əl-Cənayət, həmçinin Əbu Davud, Tirmizi, İbn Məcə. Əl-Bəyədi radiyallahu anhu Peyğəmbərin sallallahu aleyhi və səlləm belə dediyini rəvayət edir. Meyti qəbrə qoyularkən onu qəbrə indirənlər meyti ləhdə qoyduqda belə desinlər. Bismillah və billah və alə milləti Rasulillah sallallahu aleyhi və səlləm. Bu da növbəti bir rivayət. Bunlardan birini deyir. Bu hədis də Həsəndir, Əl-Cənayət, həmçinin Həkim. Qəbrin yanında olanların ləhd örtüləndən sonra qəbrin üzərinə 2 əl ilə 3 ovuc torpaq atmaları müstəhəbdir. Əbu Hureyra radiyallahu anhu deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm cənazə namazı üçün namaz qıldı, sonra meyitin üzərinə gəlib onun baş tərəfinə 3 ovuc torpaq tökdü. Hədis səhihdir, Əl-İrva, həmçinin İbn Məcə. Meyti dəfn etdikdən sonra bunları etmək sünnədir. 1. Qəbri yerdən bir qarış hündürlüyündə qaldırmaq. Qəbir qorunsun və təhqir olunmasın deyə onu yerlə bərabər etmək olmaz. Cəbir radiyallahu anhu. Yəni, təhqir olunsun söhbəti, yəni əgər qəbir bilinmirsə, onun üstündən tapdalıb keçəcəklər. Və bu da nədir? Qəbiri təhqir eləmiş olacaq. Ona görə qaldırılır şibir miqdarında. Nə qədər miqdarında? Bir qarış hündürlüyünə. Bir qarış, yəni şibir. Hə. Yaxşı, bəzi yerlərdə bu bir qarışdan daha çox olur. Hökmü nədir?
Şeyh Süleyman Ruheyli, hafizahullah, bu sualın cavabına belə cavab verdi. Əgər həmin qəbristanlığın torpağı qumsaldırsa və yəni insanlar onu 3 şibir miqdarına qaldırırlar ki, çünki o çökə-çökə bir şibirə dönür axırda, əlaq üstünə su dökəndən sonra ki, o qum uçmasın, onda eyb etməz. Əgər yox, torpaq kobud torpaqdırsa, o zaman bir şibir eləməklə kifayətlənmək olar. Əsas yəni xulasa orada bir şibir miqdarında qəbrin üzəri qalxılır. Bununla da bilinir ki, burada qəbir var. Qəbristanlıqda çünki belə yer olmayan yerlər boş yerlər sayılır. Və insanlar oradan keçir. Və bu qaldırmaqla insanlar oradan keçməyəcək. Onun üstünə tapdalıb keçməyəcəklər. Cəbir radiyallahu anhu deyir ki, Peyğəmbərin sallallahu aleyhi və səlləm qəbri ləhd şəklində qazıldı.Ləhdin qarşısı dik düzülmüş yassı daşlarla örtüldü və yerdən bir qarış hündürlüyündə qaldırıldı. Rəvayətin sənədi həsəndir. Əl-Cənayz səhifə 153, həmçinin İbn Hibbən və Beyhəqi. İkinci, qəbrin üstünü dik etmək. Sufyan Ət-Təmmar deyir ki, mən Peyğəmbərin sallallahu aleyhi və səlləm qəbrinin dik olduğunu görmüşəm. Rəvayət səhihdir. Əl-Cənayz, həmçinin Buxari. Üçüncü, meyit bastırılan yerin bilinməsi və yaxın qohumların yaxınlıqda bastırılması üçün qəbrin üzərinə daş və ya başqa bir şey nişanə qoymaq. Mutallib İbn Əbu Vada'a radiyallahu anhu deyir ki, Osman İbn Məzun öləndə onun cənazəsi dəfn edildi və sonra Peyğəmbər sallallahu aleyhi və səlləm bir nəfərə daş gətirməyə əmr etdi. Amma həmin adamın daşı gətirməyə gücü çatmadı. Peyğəmbər sallallahu aleyhi və səlləm bunu görüb qalxdı və paltarını dirsəklərinə qədər çırmaladı. Mutallib deyir ki, bu haqda mənə Peyğəmbərdən sallallahu aleyhi və səlləm xəbər verən rəvayətçi deyirdi ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dirsəklərini çilmələyəndə mən onun dirsəklərinin necə ağ olduğuna baxırdım. Sonra Peyğəmbər aleyhissalatü vesselam daşı gətirib meyitin baş tərəfinə qoydu və belə dedi. Mən bununla qardaşımın qəbrinin yerini bilmək və ailəmdən vəfat edənləri onun yanında bastırmaq istəyirəm. Hədis həsəndir. Əl-Cənayz səhifə 155, həmçinin Əbu Davud. Dördüncü, qəbrin kənarında dayanıb, ölənin qəbirdə sabit qədəm olmasını, bağışlanmasını diləmək və orada olanlara belə etməyi tövsiyə etmək. Osman İbn Affan radiyallahu anhu deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm meyti dəfn etdikdən sonra qəbrin yanında dayanar və belə deyərdi. Allahdan qardaşınızın bağışlanmasını və sabit qədəm olmasını diləyin. Həqiqətən o, hal-hazırda sorğu-sual olunur. Hədisin sənədi səhihdir. Əl-Cənayz, həmçinin Əbu Davud. Meyit dəfn olunan zaman orada olanlara ölümü və ölümdən sonra baş verənləri xatırlamaq olar. Bəra İbn Azib radiyallahu anhu deyir ki, biz Peyğəmbərlə sallallahu aleyhi və səlləm birlikdə bir nəfər ənsarlı kişinin cənazəsini dəfn etməyə aparırdıq. Biz qəbrə çatanda hələ qəbrin ləhd hissəsi qazılırdı. Bu anda Peyğəmbər sallallahu aleyhi və səlləm əyləşdi və biz də onun ətrafında oturduq. Elə sakit oturmuşduq ki, sanki başımızın üzərinə quş qonmuşdu. Onun əlində bir çubuq var idi və o çubuqla yeri eşirdi. Sonra başını qaldırıb 2 yaxud 3 dəfə qəbir əzabından Allaha sığının deyərək sözünə davam etdi. Həqiqətən mömin bəndə dünyadan get-ha-getdə olub, axirətə üz tutarkən, onun yanına səmadan üzləri günəşə bənzər ağ üzlü mələklər nazil olarlar. Özləri ilə cənnət kəfəni və cənnət əti gətirər, ölüm ayağında olan kimsədən göz görən qədər uzaqlıqda oturarlar. Yəni Allah Subhanahu taala mömin üçün ölü mələyindən qabaq görəvli ağ mələklər göndərir, onların üzü işıq saçır. Necə işıq saçır? Günəş kimi parıldayır. Yəni burada bənzər təşbih, onların üzü günəş deyil. Onların üzü günəşin yəni işığı necə saçırsa, bu mələklərin, möminə gələn bu rəhmət mələklərinin üzləri günəş kimi işıq saçır. Və bu möminlərə xasdır. Bundan sonrası ölüm mələyi aleyhissalam gəlib, onun başı üzərində dayanar və deyər. Və ölüm mələyi, qardaşlar, məhz ölüm əmri, son qərarı Allah Subhanahu qədər ki var yazılıb. Ruhun çıxma anı əmri. Yalnız o zaman yetişər, gələr. Ondan qabaq, ölüm mələyindən qabaq bu mələklər gələr. Və məddəl basar, ölən insanın üfüq həddi boyu uzaqlığında durar və gözləyər.
ölüm anı qərarı çatanda bilinir, insan başlayır qarqar eləməyə və s. haldan hala qızdırma. Bu iki mələk gələr və başın üstünə durar. Artıq ruh çıxma qərarı o Allah Taala'nın yazısıdır. O yazı tamamlanmamış ölüm mələyi onun ruhunu çıxartmır. Həmin an ölüm mələyi, məşhur Əzrail ləqəbi ilə tanınmış, əsla bu adı onun deyil. Mələkül Mevt deyilən həmin ölüm mələyi həmin an gələr. Burada bəzi qardaşların sualları var. Necə olur ki, bir ölüm mələyi dünyada eyni saatin içində ölən insanların hamısının ruhunu bir vaxta qəbz elə bilir? Səhih cavab budur ki, burada fəlsəfəyə qapanmaq olmaz. Qeybi məsələdir və bu Allah üçün çox asandır. Aydındır, bu bir. İkinci məsələ, hər bir mömin və kafir qulun yanına iki mələk gələr. Kafirin yanına gələn mələklər qaradılar. Möminin yanına gələn mələklər ağdılar və üzləri günəş kimi işıq saçar. Ölüm saniyəsindən də az desəm, anı gələndə, anı, o ki ani olur, bəlkə də göz qırpırımından da bir qısa bir vaxt anı olur ki, həmin an ancaq ölüm mələyi bir dənə kəlmə deyəcək. Uxruci ilə rəhmətinlə və yaxud da ki, ya əyyətühəl ən-nəfsul xəbithə uxruci ilə qadabi minallah və səxatih. Həmin kəlimə anında ölüm mələyi gəlir. Və doğrusunu Allah bilir. Doğrudan da yəni dünyada eyni saniyənin içində ölənlər olurmu? Eyni saniyənin içində. Eyni saatda mümkündür. Dünyada, məsəl üçün, eyni saatda 2 milyon adam birdən ölə bilər. Kütləvi ölümdən söhbət gedirsə. Ancaq eyni saniyə, bu da mümkündür. Bəs eyni an, ani, göz qırpım miqdarında. Hətta bu da mümkündür. Niyə görə? Sual çıxa bilər ki, bəs ölüm mələyi bunlar necə çatdırır? Deyir ki, əsli odur ki, burada fəlsəfənin yeri yoxdur. Bu qeybiyyət məsələlərdir, qeybi məsələlərdir. Allah üçün bu çox hasandır və buna iman etmək vacibdir. Əhl-i sünnənin görüşü burada budur. Daha orada izahat vermək, nətər bu olur və s. Ancaq bidət əhli bunun keyfiyyətini axtarar. Bir şey ki, qeyb aləminə aiddir. Allah Subhanahu taala'nın qüdrət, kəmal sifətlərinə aiddir. İnsan orada necə dərk edə bilir o şeyləri? Elemtar bir də misal göstərək. Sən, ey insan, aciz olan insan, bir şəhərin işığını, bir şəhərin elektrikini eyni vaxtda yandırıb, eyni vaxtda söndürə bilirsən, həmin o işıqdan ki, klimalar, soyuducular, televizorlar, elektrik bütün əşyalar işləyir. Müxtəlif keyfiyyətlərdə, kəmiyyətlərdə bir-birinə oxşamayan. Sən şəhərin bir mərkəzindən eyni vaxtda işığı söndürüb yandıra bilirsən. Bu sənin üçün hasant oldu. Allahın özü üçün çətindir. Elə bir mələk yaratsın ki, eyni anidə milyonlarla ruhu eyni saatin içində ala bilsin. Bu Allah üçün çox hasantdır. Əhl-i sünnə vəl cəmaə deyir, məsələ budur ki, bu Allah üçün hasantdır. Allah Taala qadirdir ölüm mələyini eyni anidə vaxtda bu işlərin hamısını görməyə və eyni zamanda kafirlərin ruhunu ayrı, möminlərin ruhunu ayrı almağa da Allah Subhanahu taala buna da qadirdir. Sonra ölüm mələyi aleyhissalam gəlib onun başı üzərində dayanar və deyər: "Ey gözəl ruh, çıx və Allahın rəhməti və razılığına qovuş." Beləliklə onun canı tuluqdan süzülən su kimi çıxar və ölüm mələyi onu götürər. Mələk onu götürən kimi kənarda dayanan digər mələklər bir göz qırpımında gəlib o canı ondan götürər və gətirdikləri kəfənə bükər və ətirləyərlər. Ondan yer üzündə mövcud olan ən gözəl misk ətrini iyi kimi gözəl qoxu gələr. Mələklər onu səmaya qaldırarlar. Qarşılarına çıxan hər bir mələk bu nə gözəl ruhdur deyərək soruşarlar. Onlar onun dünyada çağırılan ən gözəl adlarını çəkərək bu filankəs oğlu filankəsdir deyib cavab verərlər. Onu səmanın ən aşağı qatına qədər gətirər və qapıların açılmasını tələb edərlər. Qapılar onların üzünə açılar. Hər bir səmanın gözətçiləri onu digər səmaya qədər müşahidə edərlər. Beləliklə 7-ci səmaya qədər gətirirlər və orada uca Allah belə deyər: "Qulumun əməl dəftərini, yəni əməllərini illiyinə yazın və onu yerə qaytarın." İlliyin, yəni əməl salih bəndələrin əməlləri yazılan səmadakı kitabın adıdır. Həqiqətən mən onları ondan, yəni torpaqdan yaratmışam və oraya da qaytarır və bir daha oradan da onları çıxardacağam, yəni dirildəcəyəm. Beləliklə, onun ruhu cəsədinə qaytarılar, onun yanına 2 mələk gələr və onu
oturdar və ona Rəbbin kimdir deyə soruşarlar. O, Rəbbim Allahdır deyərək cavab verər. Mələklər, dinin nədir deyərək soruşarlar. O, dinim İslamdır, İslam dinidir deyərək cavab verərlər. Mələklər, bəs sizə peyğəmbər olaraq göndərilən o kişi kimdir deyə soruşarlar. O, Allahın elçisidir sallallahu aleyhi və səlləm deyərək cavab verərlər. Mələklər, sənin bildiyin nədir deyə soruşarlar. O, mən Allahın kitabını oxuyub, iman gətirmiş və onu təsdiq etmişəm. Bu zaman səmadan, bəndəm doğru deyir, ona cənnət yatağı verin, onu cənnət libası ilə geyindirin və onun üçün cənnətdən bir qapı açın deyərək bir səs gələr. Beləliklə ona cənnət naz-neməti və gözəllikləri gələr. Qəbri göz görən məsafə qədər genişlənər. Sonra onun yanına gözəl üzlü, gözəl libaslı və xoş ətirli bir kişi gəlir. Bura kimi, bu həddə kimi, yəni bu 2 mələyin soru-sual həddi, 3 sual. Bax, bura kimi qəbir fitnəsi adlanır. Qəbir fitnəsi, qardaşlar, budur. Yəni, qəbir əzabı başqa şeydir. O da var, o da haqdır, aydındır. Və bunun hamısına bərzaq dünyası deyilir. Ancaq qəbir fitnəsi məhz bu 3 sualdır 2 mələk tərəfindən. Niyə qəbir fitnəsi adlanır? Hədisi dinləyək. Sonra onun yanına gözəl üzlü, gözəl libaslı və xoş ətirli bir kişi gələr və deyər: Səni sevinəcəyin xoş xəbərlə müjdələyirəm. Bugün sənin vəd olunan günündür. O deyəcək: Sən kimsən? Sən üz gözündən xeyirlə gələnə oxşayırsan. Kişi deyəcək: Mən sənin yaxşı əməllərinəm. O isə deyəcəkdir: Ey Rəbbim, qiyaməti tez qopart ki, öz ailəmi və malıma qovuşum. Fikir verin, əziz dinləyicilər. Bu da sənin namazın, zəkatın, orucun, həccin, ümrən, sədəqən, yaxşı ihsanın, fərzlərin, nafilələrin, müstəhəblərin, Allah üçün gördüyün xeyir işləri Allah Teala kişi heyətində ağ, gözəl, çox gözəl bir simada və gözəl libasda, hətta ətirli bir məxluq, insan kişi heyətində yaratır. Sən əməllərin də o. Və sənin yanına gəlir. Niyə? Çünki insanın orada ən çox təsəlliyə ehtiyac olan həyatı başlayır. Kim sənin yanına girə bilər səndən başqa? Heç kim. Allah subhanahu teala bilir o qəbir əzabını, qəbir həyatı nə olan şeydir. Və sənin ənis olduğun kəsi məhz sən əməllərindən yaratır və sənin yanına salır. Və o daha haqlıdır sən yanına girməyə, sən əməllərin. Bil ki, nə ata, nə ana səninlə bərabər qəbirə girməyəcək. Eləsə, Rəbbinə, valideynlərinə görə asi olma. Valideyn deyir ki, saqqalını qırx. Olmaz. Valideyn sənə bərabər ora girməyəcək. Müstəqil girəcək. Valideyn deyir ki, cümə namazına getmə. Olmaz. Gedəcəksən cümə namazına. Qəbrə tək girəcəksən. Valideyn sənin yanında qalmayacaq o qəbirdə. Valideyn deyir ki, onlara qoşulma, namaz qılma, heç yanda getmə. Valideyn özü tək girəcək ora və sən tək girəcəksən. Və onda dərk edəcəksən və ancaq peşmançılıq insana fayda verməyəcək. Salih əməlləri qoru, dinini qoru. Hər kəs Allahın yanına qiyamət günü tək fərdi olaraq gələcək. O gün qohum əqrabalığın kəsilən günüdür. Nəsəbin kəsilən günüdür qiyamət saatı. Qiyamət saatı ata övladından, o da öz övladından, o da öz valideynlərindən, o da öz uşaqlarından hamı bir-birinə qaçacaqdır. Elə isə dinində sabit qalmağı Allahdan istə. Hədisi dinləyək. Sonra Peyğəmbər sallallahu aleyhi və səlləm sözünə davam edərək belə dedi: Həqiqətən kafir bəndə dünyadan get-haqetdə olub ahirəti üst tutarkən, onun yanına səmadan qara üzlü mələklər nazil olarlar. Özləri ilə cod paltar gətirər, ölüm ayağında olan kimsədən göz görən qədər uzaqlıqda oturarlar. Sonra ölüm mələyi aleyhissələm gəlib onun başı üzərində dayanar və deyər: Ey murdar ruh, çıx və Allahın qəzab və əzabına qovuş. Beləliklə onun canı bədənində parça-parça olar. Sonra mələk onun ruhunu islanmış yundan çıxarılan tikan kimi çıxarar və ruhunu götürər. Mələk onu götürən kimi kənarda dayanan digər mələklər bir göz qırpımında gəlib o canı ondan götürər və gətirdikləri cod paltara bükərlər. Ondan yer üzündə mövcud olan ən murdar leş iyi kimi bir qoxu gələr. Mələklər onu səmaya qaldırarlar. Qarşılarına çıxan hər bir mələk, bu nə murdar ruhdur, deyərək soruşarlar. Onlar, onun dünyada çağırılan ən pis adlarını çəkərək, bu filankəs oğlu filankəsdir, deyib cavab verərlər.
Onu səmanın ən aşağı qatına qədər gətirər və qapıların onun üçün açılmasını tələb edərlər. Amma qapılar onların üzlərinə açılmaz. Bu yerdə Peyğəmbər sallallahu aleyhi və səlləm bu ayəni oxudu. Ayələrimizi yalan hesab edənlərə və onlara təkəbbürlə yanaşanlara göyün qapıları açılmaz və dəvə iynənin gözündən keçməyə qədər onlar da cənnətə daxil ola bilməzlər. Əl-Əraf 40. İnnellezîne kezzebû biâyâtinâ vestekberû anhâ lâ tufettahu lehum ebevâbus semâi ve lâ yedhulûnel cenneh وَلَا يَدْخُلُونَ الْجَنَّةَ حَتَّى يَلِجَ الْجَمَلُ فِي سَمِّ الْخِيَاطِ وَكَذَٰلِكَ نَجْزِي الظَّالِمِينَ. Ayələrimizi yalan hesab edənlərə və onlara təkəbbürlə yanaşanlara göyün qapıları açılmaz və dəvə iynənin gözündən keçməyə qədər onlar da cənnətə daxil ola bilməzlər. Əl-Əraf surəsi 40-cı ayə. Sonra uca Allah belə deyər: onun əməl dəftərini, yəni əməllərini yerin ən dərin qatındakı siccinə yazın. Siccin cəhənnəm əhlinin kitabıdır. Sonra onun ruhu yerə atılar. Bu yerdə isə Peyğəmbər sallallahu aleyhi və səlləm bu ayəni oxudu. Allaha şərik qoşan kimsə, göydən düşən quşların onu sürətlə alıb apardığı, yaxud küləyin sovurub uzaqlara atdığı bir şeyə, məxluqa bənzəyər. Və bu da bərzağı inkar edən zındıqlara rəddiyə. Quran ayəti. Hansı ayəti kərimədir? Əl-Həcc 31. Quran barzaxı, qəbir dünyasını isbat edir və bu ayətlərimizdən biridir, qardaşlar. Misal çəkəcəyimiz. وَمَنْ يُشْرِكْ بِاللَّهِ فَكَأَنَّمَا خَرَّ مِنَ السَّمَاءِ فَتَخْطَفُهُ الطَّيْرُ أَوْ تَهْوِي بِهِ الرِّيحُ فِي مَكَانٍ سَحِيقٍ. Barzaq ayətidir. Eləsə bu ayəti şərh elə. Desən bu ayət məcazdır, deyək ki, məcazın Quranda yeri yoxdur. Desən olmayan bir şeyi Allah Teala misal gətirir, ay kəzzəb. Bu, bərzaxı, qəbir əzabını isbat eləyən ayətlərdən biridir və Allah Nəbisi sallallahu aleyhi ve sellem bu ayəti bu hədisdə oxuyur və bu ayəti məhz kafirin ruhunun göydən düşməsi ilə izah eləyir. Və bəzi insanlar var, barzağı Quranda yoxdur deyə inkar edirlər, onların sünnə ilə düşmənçiliyi var. Hədis qəbul eləmirlər. Hədis qəbul eləsəydilər, bilərdilər bu ayətin yozumu nədir? Bu ayətin təfsiri barzaq həyatında kafirin ruhunun yuxarıdan qəbrinə atılma əməliyyatıdır. Və bizdə barzağı, qəbri, neymətini və əzabını isbat edən ayətlər var. Ancaq hədislə şərh olmaq şərti ilə, sənin kafanla yox. Hədis devam edir. Beləliklə, onun ruhu cəsədinə qaytarılar, onun yanına 2 mələk gələr və onu oturdar. Sonra Rəbbin kimdir deyə soruşarlar. O isə, ha, bilmirəm deyərək cavab verər. Mələklər, dinin nədir deyə soruşarlar. O da, ha, bilmirəm deyə cavab verər. Mələklər, bəs sizə Peyğəmbər olaraq göndərilən kişi kimdir? O yenə də, ha, bilmirəm deyərək cavab verər. Bu zaman səmadan, bəndəm təksib edəndir. Ona cəhənnəm yatağını verin və onun üçün cəhənnəmdən bir qapı açın deyərək bir səs gələr. Beləliklə ona cəhənnəm istisi və ateşi gələr, qəbri daralar, hətta qabırğaları bir-birinə keçər. Sonra onun yanına murdar üzlü, çirkin libaslı və pis ətirli bir kişi gələr və belə deyər: səni kədərlənəcəyin şeylərlə müjdələyirəm. Bugün sənin vəd olunan günündür. O deyəcəkdir: sən kimsən? Sən üz gözündən şər yağana oxşayırsan. Kişi deyəcək: mən sənin pis əməllərinəm. O isə deyəcək: ey Rəbbim, qiyaməti qopartma. Fərz elə ki, sən məxluqa görə Rəbbinə asi oldun və dindən çıxdın. Çünki məxluq səndən bunu tələb edirdi, istəyirdi. Qəbirdə həmin o dindən çıxdığın küfür, seyyiət əməllərlə baş-başa qiyamət saatına kimi qalmağa hazırsansa, seçim sənindir. Digər rəvayətdə isə deyilir, o, əlində gürz, yəni böyük çəkic olan kör, kar və lal birisinə həvalə olunar. Əgər o gürz ilə dağa bir zərbə indirilsə, dağ ovulub torpaq olar. Sonra o, gürzlə ona bir zərbə indirər və o torpağa dönər. Sonra Allah, Azze və Cəl, onu yenidən əvvəlki halına qaytarar və yenidən bir zərbə indirər.
O elə çığırar ki, çığırtısına cin və insandan başqa bütün məxluqat eşidər. Yaxşı, qəbri açsaq bunları görərik. Şərt deyil bizim bunları görməyimizə. Bunlar qeybi aləmdir, görünməyən aləmdir, bərzəx aləmidir. Aydındır. Şərt deyil ki, biz qəbri açanda bu şeyləri görək yəni. Və bunlar haqdır. Necə ki, biz yatan insanın yuxusundakı olan şeyləri təksib eləmək qüdrətində deyilik. O doğrudan nəsə görmüşdü. Və yuxudan qorxaraqdan ayılır və bizə danışır, biz də gülürük. Halbuki o qorxmuşdu. Ancaq biz onun cəsədini yatağından tərpənməyən bir halda gördük. Ancaq yuxuda deyir ki, məni apardılar və filan şey elədilər və mən çox qorxdum. Adam soyuq tərlə oyandı yuxudan. Biz məyər onun yuxusunu təksib edirik, inkar edirik, nə var ki, onun cəsədi yerindən tərpənməmişdi, heç yana getməmişdi. Beləcə, yuxu aləmi ölümün bir kiçik modelidir. Və bu da qeybdir, bu da qeybdir, elhamdülillah. Bizim yaşadığımız və hər birimizin təcrübəsinə keçdiyi bir qeyb, yuxu, ölüm də onun həqiqətidir. Orada doğrudan da əzab dadı iləndir, keyfiyyəti iləndir. Biz açsaq görməsək belə. Aydındır. Və beləcə qeybiyyət, qeybi olan şeylərə iman etmək vacibdir. Möminlərlə kafirlər arasında fərqlidir. Möminlər qeybə inanarlar. Rəbbilərinə gələn xəbəri təsdiq edərlər. Təksib edənlərin də aqibəti məlum olacaq. Qəbirdə, həmçinin qiyamət saatında. Hədisin mətninə baxaq, isnadına və sonra. Hədis burada bitdi. Hədis səhihdir. Əl-Cənayət səhv 159, Əhməd, Əbu Davud. Hədə və sallallahu alə nəbinə Muhammedin və alə alihi və səhbə əcməin.